Videoya geçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Vaxtınız xeyir olsun, dəyərli 102 xəbər info və inform xəbər TV izləyiciləri. Bugün doğma Mingəçevir şəhərində Abdullayevlərin ailəsindəyik. Bir neçə gün bundan əvvəl sırf təsadüf nəticəsində bir xanımla tanış olduq və o xanım nəvəsinin xəstəliyi barəsində danışdı. Bir ana kimi mənim də ürəyim ağrıdı, ürəyim sızladı və istərdik ki, bütün övladlar sağlam böyüsünlər, sağlam olsunlar. Və bugün ananın xahişi ilə onların evindəyik, çəkiliş edirik və ümid edirəm ki, bizim bu çəkilişimizdən sonra Azərbaycanımızın dəyərli həkimləri, dəyərli insanları bu ailəyə kömək olar və bu balamızın dərdinin çarəsi tapılar. Gəlin ailə ilə daha yaxından tanış olaq və onların problemi nədən ibarət olduğunu onların öz dilindən eşidək. Bir daha axşamınız xeyir olsun bacım. Özünüzü təqdim edin, zəhmət olmasa. Axşamınız xeyir olsun. Xoş gəlib, səfa gətirmişsiniz. Sizin rəhbərliyinizə, sizin özünüzə çox minnətdarlığımız var. Təşəkkür edirik sizə ki, sahib gəlmişsiniz. Çox sağ olun. Bu nəvəm göz qavandadır anam. 6 yaşı var. Anadan gəlmə serebral iflizdir. Bugünkü günə qədər aparmışıq, həkimlərə də aparmışıq, idmanlarını da kəsmirik. Amma indən sonra gücümüz çatmır. Botoks iynəsindən bəri vurdurmuşuq. Övladınız, nəvəniz daha doğrusu anadan gəlmə bu cür xəstəlik yoxsa? Anadan gəlmə. Bayaq söhbət əsasında qeyd elədilər ki, övlad 27 aylıq dünyaya gəlib və İlhanı da dinləyəcək və problemin kökünün, mənbəyi hardan gəldiyini ana özü bizə izah edər, danışar. Siz övladın anası olaraq övladınızın xəstəliyi barəsində zəhmət olmasa geniş şəkildə danışın ki, bizim Azərbaycanımızın gözəl həkimləri məsələnin problemi nədən ibarət olduğunu bilsinlər və sizə kömək eləməyə çalışsınlar. Buyurun. Çox sağ olun. Yəni 7 aylıq olubdu, yarımçıq olub, oksigensiz qalıb. Xəstəxanaya gec getmişəm, çətdə idik də, yəni biz. Xəstəxanaya gedincə oksigensiz qaldı uşaq, yarımçıq oldu. Yəni beyni travma aldı canaqlıqda. Ondan sonra başına qansızdı. Bir ay kümesdə qaldı. Buna baxan həkim də bizə dedi ki, biraz böyüsün, çox körpədir, çox xırdaydı, 900 qram olubdu. Elə həkim bizə onun quzamıza verəndə 1 kiloydu. Da çox əmələ gəlməmişdi. Dedi ki, biraz böyüsün, başının zadını saldırın. Biz burada həkimlər apardıq, çox gəzdirmişik. Burada regional hər yer getmişik, başını saldırmış, amma bizə heç bir problem, heç nə demədilər də, yəni. 6 aylığından gördük ki, uşaqda o qədər də hərəkətlər yoxdur, normal uşağın hərəkətləri. Ondan sonra getdik 1 yaşında, Gəncədə də olmuşuq 7 aylığında. 1 yaşında getdik, ilk diaqnozumuzda Zeynalova Aynur doktor qoydu. Yusif Zeynalovun qızıdır, yəni tanınmış həkimdir. Spastik diplegic serebral iflizdir. Yəni beyin aktivdir, sadəcə aşağı ətraflara verib, yüngül sağ qolunda travma var. Yəni paraliz kimi. Çox tonusludur. Tonusdakı vətənlərini çox yığıb. Vətəndə dartılma yoxdur. Qısalma yoxdur. Sadəcə o qədər yığıbdır ki, pəncəsinin üstündə durur da, yəni dabanlar çatmır yerə. Tonusun, yəni güclülüyünə. Botoks da vurdurmuşuq. Reabilitasiya mərkəzlərində olmuşam. Nərmanovda, Qəbələdə. Füzuli Məmmədovun müalicələrini almışıq. Füzuli Məmmədovun müalicələrindən sonra dili açıldı, yəni danışmağa başladı. Beyin aktivləşdi. Sonra botoks, çox sağ olun. Botoks yəni məsləhət gördülər. Biz də istədik ki, yəni botoksu da tanınmış həkim vursun, yaxşı həkim olsun. Röyana Quluzadə elədi botoksumuzu, iç botoksumuzu. O da birdən-birə eləmədi də, yəni güclü botoks dedi ki, hər dəfəsində 3 ay milli eləyəcəm. 3 ay onun yanına elə getdik, gəldik. Hər dəfəsində yəni vətərlərindən iynəni vurdu. Biraz da yəni tədricən açıldı, tədricən. Amma həkim bizə də qaranti vermədi. Yəni onu həkim üstədə atmaq olmaz ki, mənim uşağım durmadı. Onu nə möcüzə gözləməmişik biz. Sadəcə imkan daxilində yanvar ayında gəldimişdi, gedə bilmirik. İmkansızlığa görə çox bahalı iynədir.
Anladım kızım. Ben bir başa düşdüm ki, deməli gözəl balamız müalicələrə reaksiya verir. Bəli, Müalicələrdən sonra əsas hamısından verib bəli. İndiyə kimi bütün müalicələrindən sayəsində əllərim bərk olub, heç açılmır. İndi şükür Allah açılır. Beyin aktivdir. Nə deyirsiniz başa düşür. Hər şey başa düşür da. Yəni bizdən belə deyərəm ki, daha zehinlidir, daha yaxşıdır. Maşallah. Bəli. Belə dəyərli tamaşaçılarımız, gördüyünüz kimi ailənin problemi ilə yaxından tanış olduq və bu gözəl balamıza Allahdan şəfa diləyirik və mən bir daha qeyd edim, ümid edirəm ki, Respublikamızın gözəl dəyərli həkimləri bizim çağırışımıza, səsimizə səs verərlər və bu İnşallah. ailəni düşmüş olduğu bu vəziyyətdən tez bir zamanda xilas edərlər. Gördüyünüz kimi çox gözəl bir qızımızdır, çox qəşəng bir qızımızdır və ümid edirəm ki, bu balamız da öz yaşıdları ilə bərabər həyətdə qaçar, oynayar, məktəbə gedər və mən buna çox inanıram. Allah böyükdür. İnşallah ki, hər şey qaydasına düşər və ailə artıq 6 ilə yaxındır ki, əllərinə olan hər bir son manatını bu körpənin sağlamağı yolunda xərcləyirlər və çox çətin durumdadır hal-hazırda ailə. Mən xalqımıza səslənirəm, xalqımızın dəyərli övladlarına səslənirəm. Gəlin, bir olağın, birlik olağın, bu ailənin bu vəziyyətində biganə qalmayaq. Ümid Allahdan, sağlamlıq Allahdan, ömür Allahdan və həkimlərimizin vasitəsilə ümid edirəm ki, bu körpə balamız tez bir zamanda öz xəstəliyinə qalib gəlib, sağlamlığına qovuşar və ailəyə hər cür maddi dəstək lazımdır. Yenə özümü tuturam dəyərli xalqımıza. Biz 102 Xəbər Info və Inform Xəbər TV olaraq bir çox ailələrdə çəkilişlərdə olmuşuq. Belə bir problemli, çətin vəziyyətdə olan ailələrin yanında olmağa, onlara dəstək olmağa çalışmışıq. Buna görə də bizim rəhbərimiz Azər Kazımova dərin təşəkkürümü bildirirəm. Hər zaman insanların yanındadır və bizi də insanların yanında olmağa səsləyir. Odur ki, bir daha qeyd edim, ümid edirəm, inşallah ki, bu balamız tezliklə öz sağlamlığına qovuşar. 102 Xəbər Info və Inform Xəbər TV-nin rəhbəri Azər Kazımov, 102 Xəbər Info və Inform Xəbər TV-nin müxbiri Nəzakət Rüstəmova Mingəçevir.